Biz gündəlik həyatımızda müxtəlif hiss və duyğular yaşayırıq. Onlardan biri də məhz qorxulardır. Qorxu bədənimizin müəyyən hadisələrə qarşı verdiyi cavab reaksiyasıdır. Uşaqlarda qorxular müxtəlif yaş qruplarına görə fərqlənir. Psixoloqa o zaman müraciət olunmalıdır ki, bir yaş qrupuna aid olan qorxu uzun müddət davam etsin. Məsələn, 8-9 yaşlı uşağın hələ də qaranlıqdan qorxması kimi. Qorxularla işləyən zamanı ilk növbədə uşaq qorxunun fərqinə varmalıdır. Daha sonra səbəbi müəyyənləşdirilməlidir. Ən sonda isə içindəki təşvişi, həyəcanı özü necə idarə etməyi bacarmalıdır. Bəzən valideynlər düşünürlər ki, mənim uşağımda qorxu var, təşviş var, onu psixoloqa aparacağam və qorxularından tamamilə azad olacaq, bir də heç bir zaman qorxmayacaq. Əlbəttə ki, belə bir şey yoxdur. Sadəcə psixoloq uşağa həmin qorxu doğuran vəziyyətlərlə qarşılaşan zamanı onu necə idarə etməyi öyrətmiş olur. Yəni seanslardan sonra artıq uşaq qorxulu vəziyyətlərlə qarşılaşan zamanı öz hiss və duyğularını rahat bir şəkildə idarə etməyi bacarır.